Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiyai vel mursalin. Nebiyyina Muhammedin ve ala alihi ve sahbihi ve men tebi'ahum bi ihsanin ila yevmiddin. Əmmə ba'd. Deməli, qardaşlar, Uca Allahın müvəffəqiyyəti ilə biz Umdatul Əhkəm kitabının şərhini oxumağa davam edirik. Şeyx Abdurrahman Əs-Sa'di rahimehullahın şərhi ilə 56-cı hədisə gəlmişik. Cemaat namazı bölümündə isə Əl-Hadisus-Salis, 3-cü hədis. An Əbi Hüreyrə radiyallahu anhu qal. Qal Rasulullah sallallahu aleyhi və səlləm. Əbu Hüreyrə radiyallahu anhu deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm belə dedi. Əthqalus salati aləl münafiqinə salatul işai və salatul fəcr. Münafiqlərə ən ağır gələn namaz işa və fəcr namazıdır. Aleykumussalam və rəhmətullah. İşa və fəcr namazıdır. Yəni sübh namazı. وَلَوْ يَعْلَمُونَ مَا فِيهِمَا لَا تَوْهُمَا وَلَوْ حَبْوَا. Əgər onlar bu iki namazda, yəni işa və fəcr namazında nəyin olduğunu bilsəydilər, sürünərək və ya iməhliyərək də olsa ona gələrdilər. وَلَقَدْ هَمَمْتُ أَنْ آمُرَ بِالصَّلَاةِ فَتُقَامُ ثُمَّ آمُرَ رَجُلًا فَيُصَلِّيَ بِالنَّاسِ. İstərdim ki, deyir, namaza əmr edim, namaza iqamə verilsin və bir nəfəri təyin edim, o insanlara namaz qıldırsın. Çünki Peyğəmbər sallallahu əleyhi və səlləm özü qıldırdı axı namazı. Bir nəfəri təyin edim, o namazı qıldırsın. ثُمَّ أَنْتَلِقَ مَعِيَ بِرِجَالٍ مَعْهُمْ حُزَمٌ مِنْ حَطَبٍ إِلَى قَوْمٍ لَا يَشْهَدُونَ الصَّلَاةَ. Sonra deyir, mənlə bərabər bir neçə nəfərlə bir dəstə odun götürərək namaza gəlməyənlərin evinə gedim. فَأُحْرِقَ عَلَيْهِمْ بُيُوتَهُمْ بِالنَّارِ. Və onların evini odla yandırın. Burada vücubu salatil cemaat, cemaat namazının vacibliyinə dəlil var. Cemaat namazının vacibliyinə dəlil var. Və həmçinin cemaat namazından geri qalanların cəzalanacağına dəlil var. Və başqa bir rivayətdə isə gəlir ki, bu hədisdə İmam Əhmədin Müsnədində gəlir, İmam Əhməd rivayət edir. Bu da Əbu Hüreyrədən gələn hədisdir. Bu hədisin bir ki, başqa rivayətidir. Orada deyir ki, Peyğəmbər sallallahu əleyhi və səlləm: "Law la ma fil buyut minan nisa'i və zurriyyə." Əgər deyir, evlərdə qadınlar və uşaqlar, zürriyyət olmasaydı, onların evini yandırardı. Bu kəlməsi də Peyğəmbər sallallahu əleyhi və səlləm ona dəlalət edir ki, yəni həmin evlərdə üzərlərə namazın, cemaat namazın vacib olmadığı, yəni şəxslər də var. Onlar da kimlərdir? Məsələn, qadınlar və ya uşaqlar. Necə ki, bunun misalı Peyğəmbər sallallahu əleyhi və səlləm hədd cəzasını təxirə salması. O zaman bir qadın gəlir, deyir: "Ey anası, məni təmizlə, mən zina eləmişəm." Qadın da hamilə olur. Deyir: "Get uşağı doğ, sonra gələrsən." Yəni cəzası nə idi? Rəcm olunmaq, düzdür? Amma Peyğəmbər sallallahu əleyhi və səlləm onun qarnında uşaq olduğuna görə o uşağın nə günahı var ki? Yəni o uşaq olduğuna görə onu cəzalandırmır. Deyir: "Get uşağı doğ, sonra gələrsən." Sonra qadın gəlir, doğmuş halda. Doğur, gəlir. Deyir: "Get, indi də əmizdir, o uşağın haqqını ver, süd əmizdir, sonra gəl." Gedir, südünü verir uşağın, biraz da böyüyür. Ondan sonra gəlir Peyğəmbər sallallahu əleyhi və səlləm onu rəcm elətdirir. İndi bax burada yəni bir çox ibrətləri var. Qadındakı imana bax gör. Yəni özünü, günahını etiraf eləyir, özünün təmizlənməsi üçün yəni dəfələrlə gəlir yəni. Və yəni burada da nə var? Yəni Peyğəmbər sallallahu əleyhi və səlləm heç vaxt kimisə günahına görə, kimisə başqa günahsız bir şəxsi heç vaxt cəzalandırmır. Ona görə də məsələn o evlərdə məsələn deyir qadınlar var, uşaqlar var. Eləyərdim, amma bunlar olmasaydı. Və şübhəsiz ki, yəni burada məsələnin şiddətli olmasına yəni işarə eləyir Peyğəmbər sallallahu əleyhi və səlləm. Hətta bilsə də ki, hansısa evdə uşaq yoxdur, qadın yoxdur, yenə də orhan gedib yandırmayacaq. Amma yəni bu namazı tərk eləməyin, yəni məsciddə qılınan namazı tərk eləməyin şiddətliyinə işarə eləyir Peyğəmbər sallallahu əleyhi və səlləm. Və həmçinin bu namazlar, yəni fəcr namazı ilə işə namazı kimə ağır gəlir? Münafiqlərə ən ağır gələn namazlardır deyir. Və həmçinin cemaat namazı kimlərə vacibdir? Burada deyir ki, vacib düzdür. Mükəlləf olan, ağlı başında olan, hətta səhih-rəyə görə qul olsa belə, kölə olsa belə cemaat namazına getməsi vacibdir. İndi bəziləri deyib ki, köləyə vacib deyil. Amma səhih olan odur ki, hətta köləyə belə vacibdir.
ki, geçsin cəmaat namazına. Və həmçinin burada, bu hədisdə İşa və fəcr namazlarının fəzilətinə dəlalət var. Yəni, digər namazların adını çəkmir Peyğəmbər sallallahu əleyhi və səlləm. Deyir ki, münafiqlərə ən ağır gələn namaz İşa və fəcr namazlarıdır. Və bu, eyni zamanda onların daha fəzilətli olmasına dəlalət edir. Həmçinin orada nə deyir? O ikisində deyir. Nəyin olduğunu bilsəydilər, onlar iməhləyərək də olsa məscidə gedərdilər, yəni ki, cəmaat namazına gedərdilər.